Salam, hər vaxtınız xeyir olsun müəllimlər. Bugün sizlərə qəbuldan bir mövzu olan inteqrasiya ilə bağlı bir neçə test nümunəsi təqdim edəcəm. Əsasən testlərdə şaquli və üfüqi inteqrasiyanı fərqləndirməkdə bəzən müəllimlər çətinlik çəkirlər. Testlər üzərində nümunələrə baxmaqla, yəni biliklərimizi tətbiq edərək şaquli üfüqi inteqrasiyanı testlərdə necə tapa bilərik? İndi ondan tanış olacağıq. Birinci sualda müəllimlər qeyd olunur ki, situasiyalardan birində şaquli inteqrasiya əks olunubdur. İndi həmin variantı müəyyən edək. Birinci növbədə şaquli inteqrasiyanın, üfüqi inteqrasiyanın tapılma qaydasına baxmalıyıq. Şaquli inteqrasiyada müəllimlər məzmun xətti eyni olur. Üfüqi inteqrasiyada məzmun xətti fərqli olur. Məsələn, məzmun xətti eyni olan iki dənə məşğələ deyək. Riyaziyyatla, məntiqi riyazi təfəkkür məşğələsi ilə bədii təfəkkür məşğələsi. Hər ikisi idrakla bağlıdır. Hər ikisi idrak olduğu üçün bunlar arasında qurulan əlaqə şaquli inteqrasiya adlanır. Amma biri də var ki, məsələn, biz uşaqlara fiziki mədəniyyət məşğələsini keçirik, sonra məsələn onu riyaziyyatla əlaqələndiririk. Artıq burada birinci məzmun xətti ilə ikinci məzmun xətti əlaqələndirildiyi üçün, yəni inkişaf sahəsi fərqli olduğu üçün bunu şaquli inteqrasiyaya yox, üfüqi inteqrasiyaya götürməliyik. Yəni inteqrasiyanı testlərdə tapmaq üçün birinci növbədə məzmun xəttlərini bilməliyik və məzmun xəttindən sonra da məşğələləri bilməliyik ki, yəni ona uyğun tapa bilək. Gəlin indi baxaq suala. A variantında deyir ki, öyrədən uşaqlara deyir: uşaqlar, vəhşi heyvanlar meşədə gəzişir. Gəlin baxaq görək, onlar neçə addım atır. Neçə addım atırsa riyaziyyatdır, heyvanlar haqqında danışırsa ətraf aləmdir. Deməli, burada riyaziyyatla ətraf aləmin əlaqəsi ikisi də idrak olduğu üçün şaquli inteqrasiya olacaq. Gəldik B variantına. Uşaqlar, bugün bizə qeyri-adi qonaq gəlib. Tapın görək, o kimdir? Uzun qulaqları var, kökü xoşlayır. Dovşanın bədən hissələri nədən ibarətdir? Gəlin görək bu bədən hissələrini necə düzəldə bilərik? Məsələn, burada yapmadan danışır, düzəltmə. Digər hissədə isə dovşandan danışır, ətraf aləm. Bu müəllimlər üfüqi inteqrasiyadır, bunu götürmürük, çünki bizə şaquli lazımdır. Əslində variantı tapmışıq, amma digər variantlara da baxaq. C variantında deyir ki, pişiyim ala boyundur, işi tamam oyundur. Əlin astabasandır, bucaqlara pusandır. Şeiri bitirər-bitirməz dairədə qaçırlar və istədiyi uşağı tuturlar. Müəllimlər, şeirdən danışırsa, burada bədii təfəkkür var. Bir də qaçmaq varsa, bu da olacaq fiziki mədəniyyət məşğələsi. Yenə də üfüqi inteqrasiya olur. Üfüqi. Ona görə bunu da götürmürük. D variantında deyir ki, tərbiyəçi deyir: biz sizinlə keçən dəfə plastilindən dovşan düzəltmişdik. Onun hər iki qulağı eyni idi. Deməli, plastilindən danışırıqsa, dovşan düzəltmək varsa, bu yapmadır. Bizim nağılda isə, keçdik nağıla, yenə üfüqi inteqrasiyadır. Çünki biri təsviri fəaliyyət, estetik yaradıcıdır, biri də idrakdır. E variantında deyir ki, müəllim qurbağalar deyəndə bütün uşaqlar sallağı otururlar, əllərini dizlərinin üstünə qoyurlar. Və tərbiyəçi uşaqlardan qurbağalar haqqında bildiyi məlumatı deməyi tapşırır. Əgər qurbağalar haqqında məlumat varsa, bu ətraf aləmdir. Qurbağa formasında oturmaq, hoppamaq, bu da fiziki mədəniyyətdir. Yenə də burada olacaq üfüqi inteqrasiya. Üfüqi, deməli bunu da götürmürük. Sualın doğru cavab variantı A variantı olacaq. Yəni birinci sualda şaquli inteqrasiyanı istəyir, o da A variantı oldu. Keçək növbəti suala. İkinci sualda deyir ki, situasiyaya aid inkişaf sahəsini, inteqrasiyanı, öyrənmə tərzini və təfəkkürün növünü müəyyən edin. Gəlin baxaq. Uşaqlar, mən sizə Səbinə adlı bir qızın və onun meşədəki dostlarının başına gələn maraqlı bir hadisəni danışacağam. Baxın, deyir, hekayəyə uyğun. Deməli, bir tərəfi hekayədir. Səbinə gözəl bir evdə yaşayırdı. Ev böyük, gözəl bir çəmənin yaxınlığında yerləşirdi. Çəməndə isə böyük, gözəl bir ağac var idi. Ağacın yanında isə göl var idi. Səbinə tez-tez çəmənə oynamağa gəlirdi və onun yanından çoxlu quşlar uçuşurdu. Kolların arasından onu tülkülər, dovşanlar izləyirdi. Hətta bir gün onunla oynamağa ayı da gəlmişdi. Bugün Səbinə də çəməndə oynamaq qərarına gəlir. Günəş işıq saçırdı, gözəl işıqlı bir gün idi. Amma birdən külək əsməyə başladı, qara buludlar gəldi, şimşək çaxdı və yağış yağdı. Hava qaraldı, hamı öz evinə gizlənmək qərarına gəldi. Amma o qədər qaranlıq idi ki, elə güclü yağış yağırdı ki, hamı çaşbaş qaldı. Onlar öz evinə gedib çıxa bilmirdilər. Gəlin Səbinə və onun dostlarına kömək edək. Səbinə harada yaşayır? Evcikdə. Bəs onun evi haradaydı? İndi isə baxaq. Deməli,
variantlara. Müəllimlər, burada görürük ki, ətraf aləmlə tanışlıqla bədii təfəkkür arasında bir əlaqə qurulubdur. O zaman bunu götürəcəyik, deməli, ətraf aləm, bir də bədii təfəkkür, hər ikisi idrak olduğu üçün şaquli inteqrasiyadır. İnteqrasiya üfüqi olanları variantlardan çıxırıq. Sonra idraçla idrakın əlaqəsi qurulubdur. Bunun bir tərəfi olacaq şaquli inteqrasiya, bir tərəfi idraçdır. Çünki dedik ki, bədii təfəkkür məşğələsidir, hekayə danışırdı. Vizualizasiyadan istifadə olunubdur. İndi digər varianta da baxaq. Deməli, idrac, üfüqi inteqrasiya, xeyr, üfüqi inteqrasiyanı götürmürük. Deməli, idrac, şaquli inteqrasiya, vizuallıq və məntiqi təfəkkür. Çünki müəllimlər, burada yaradıcılıq bir şey yoxdur. Ona görə sualın doğru cavab variantı olacaq C variantı. Gəldik 3-cü suala. Situasiyaya uyğun inteqrasiya növünü istəyir bizdən. Tərbiyəçi uşaqlara içəridə və bayırda oyununu oynamağı təklif eləyir. Burada şəkli qeyd eləməmişik. Müəllimlər, içəridə və bayırda oyunu deyəndə, məsələn, uşaqlar 2 dairədə dayana bilərlər. Müəllim uşaqlara deyir ki, İçəri dediyi zaman uşaqlar içəri hoppanmalıdır. Bayır dediyi zaman çölə hoppanmalıdır. Əgər o içəri və bayır deyildiyi zaman düzgün icra eləməsə hərəkət, o zaman oyundan uzaqlaşırlar. Bilirik ki, bu da məkan ərazi ilə bağlıdır. Məntiqi riyazi təfəkkürdür. Bir tərəfini isə götürəcəyik fiziki mədəniyyət. Çünki hoppanırlar fiziki mədəniyyət, bir də riyaziyyat. Sualın doğru cavab variantı olacaq üfüqi inteqrasiya. 3-də cavab C variantı. Gəldik 4-cü suala. Situasiyalardan biri digərindən fərqlənir. Gəlin baxaq. Uşaqlara dairə üzrə gəzmək deyirsə, bunun bir tərəfi riyaziyyatdır, bir tərəfi də fiziki mədəniyyət məşğələsidir. Bu üfüqi inteqrasiyadır müəllimlər, üfüqi. Digər tərəfdə tərbiyəçi bayrağın 3 rəngi və onun mənaları, eləcə də gerbin üzərindəki atributları izah eləyir, bayraq şeirini səsləndirir. Bədii təfəkkürlə ətraf aləm arasında qurulan əlaqədir. Bədii təfəkkür, ətraf aləm bu olacaq şaquli. Sonra uşaqlar arxası nərdivana dayanıb başının üstündəki taxtadan tutur, əllərindən asılı vəziyyətdə qalırlar. Sonra isə düz bucaq altında ayaqları saxlayırlar. Deməli, müəllimlər, fiziki mədəniyyətlə riyaziyyat arasında qurulan əlaqədir. Fiziki mədəniyyət birinci məzmun xəttidir, riyaziyyat ikinci məzmun xəttidir. Yenə üfüqi inteqrasiya olur. Sonra D variantında qeyd olunur ki, insanlar müxtəlifdir. Hər birimiz təkrar olunmazsınız. Bizim böyük yer kürəsinin heç bir yerində eyni olan qız və ya oğlan yoxdur, amma oxşar cəhətlərimiz var. Bunlar nələrdir? Barmaqlardır, əllərdir, başdır, gözdür, qulaqdır və s. Uşaqlar, biz bugün avtoportret çəkəcəyik. Portret bir şəxsin rəsmidir, avtoportret isə insanın öz-özünü çəkməsidir. Deməli, müəllimlər, burada diqqət eləyirik ki, ətraf aləm haqqında məlumat verir, sonra onu təsviri fəaliyyətin əlaqəsini qurur. Yenə də üfüqi inteqrasiya olur. Üfüqi. Və E variantında da deyir ki, uşaqlar iki komandaya bölünür, aralarındakı məsafə 2 metrdən az olmamaq şərti ilə qarşı-qarşıya otururlar. Deməli, müəllimlər, əgər 2 metrdən məsafə deyirsə, burada riyaziyyat var və topu bir-birlərinə deyirlərsə, fiziki mədəniyyətdir. Deməli, yenə üfüqi inteqrasiya oldu. Bizə də deyir ki, biri digərindən fərqlidir. Biri digərindən fərqlidirsə, bunu götürəcəyik şaquli. Doğru cavab B variantı olacaq. 5-ci sualda qeyd olunur ki, tərbiyəçi deyir, uşaqlar, gəlin sizinlə bir oyun oynayaq. Mən indi zəri atacağım. Hansı rəqəm düşərsə, sıralamada həmin nömrədə duran heyvanların yuvası və yaşadığı yer barədə suallar verəcəyik. Zəri atır 5 rəqəmi düşür. Müəllim meymunlar haqqında deyir ki, danışın. Müəllimlər, riyaziyyatla ətraf aləm arasında qurulan əlaqədir. Bu da olacaq şaquli inteqrasiya. Gəlin görək, variantda şaquli inteqrasiya var. Bəli, doğru cavab variantı C variantı olacaq. Sonra 6-cı suala baxaq. Müəllim 2 ədəd alma ağacı çəkir lövhəyə. Uşaqlardan ikisini seçir. Hər bir uşağa alma ağacı verir. Uşaqlar ağaca top atırlar. Deməli, həm şəkil çəkmək var, top atmaq var. Atdığı top ağacın haşiyələrini keçməzsə, müəllim ağacın üzərinə alma çəkməyi uşaqlara təklif edir. Hər bir uşağa verilən 5 top ağaca doğru atıldıqdan sonra hər iki uşağın ağacının altında ağaca tuş gələn almaların sayı, həmçinin burada riyaziyyat da gördük. Daha sonra isə hər iki ağacdakı almaların ümumi sayı müəyyən olunub lövhəyə yazılır. Deməli, müəllimlər,
Riyaziyyat var, fiziki mədəniyyət var, həmçinin təsviri fəaliyyət var. Burada söhbət üfüqi inteqrasiyadan gedəcək. Sualın doğru cavab variantı D variantı olur. 7-ci suala baxaq. Qeyd olunan nümunə aiddir. Mən kvadratam, bəs sən kimsən? Təbii ki, söhbət məntiqi riyazi təfəkkürdən gedir. Mən dairəyəm, gəl bir yerdə yolda diyirlənək. Kvadrat diyirlənməyə cəhd eləyir, amma alınmır. Dairə təəccüblənir. Kvadratı nəzərdən keçirir və anlayır ki, onun 4 tərəfi və 4 bucağı var. Nağılı dinlədikdən sonra artıq müəllimlər nağıl deyiriksə, deməli riyaziyyatla bədii təfəkkür arasında qurulan əlaqədir. Hər ikisi idrak olduğu üçün bunu götürəcəyik şaquli inteqrasiyaya. Gəlin baxaq görək, şaquli inteqrasiya var. Əsas standart yox, müxtəlif məzmun xətləri yox, inteqrasiya yoxdur, cavabı səhvdir. Üfüqi inteqrasiya yox, bəli, inkişaf sahəsi daxilində. Yəni hər ikisi idrakdır. Bu deməkdir ki, şaquli inteqrasiyadır. 8-ci suala baxaq. Tərbiyəçi uşaqlara hansısa bir meyvə adı deyir. Uşaqlar həmin adı eşidən kimi meyvə haqqında məlumat verməli. Sonra da plastilindən düzəltməlidir. Təsviri fəaliyyətlə ətraf aləm arasında qurulan əlaqə olduğu üçün müəllimlər biz bunu götürəcəyik üfüqi inteqrasiyaya. Baxaq görək, bəli. Sualın doğru cavab variantı B variantı. 9-cu sualda tərbiyəçi deyir, 3 donuz balası nağılını Tərbiyəçi daha doğrusu 3 donuz balası nağılını uşaqlara xatırladır. Nağıl, donuz balalarının sayını bilmək üçün nə etmək lazımdır? Neçə donuz balası var? Gəlin, balaların yəni sayı qədər onlara şabalıd verək. Neçə şabalıd var? Deməli, müəllimlər, nağıldan riyaziyyatın əlaqəsi qurulubdur. Bədii təfəkkürlə riyaziyyat arasında qurulan əlaqə olduğu üçün hər ikisi idrak olduğuna görə biz bunu götürəcəyik şaquli inteqrasiya. Və 10-cu suala baxaq. Deməli, 10-cu sualda deyir ki, tərbiyəçi uşaqlara xəstəliklər haqqında məlumat verir. Bilirik ki, xəstəliklər haqqında məlumat vermək ətraf aləmlə tanışlıqdır. Həmçinin xəstəliklərə qarşı müqaviməti artırmağın yolları, orqanizmin müdafiə gücü, bu da fiziki mədəniyyət məşğələsidir. Biri idrakdir, biri fiziki mədəniyyətdir. Təbii ki, bunlar arasında qurulan əlaqəni götürəcəyik nəyə? Üfüqi inteqrasiyaya. Sualın doğru cavab variantı B variantı olacaq. Müəllimlər, video sizlər üçün faydalı oldusa, bəyənməyi, həmçinin təklif və iradlarınızı bizlə bölüşməyi unutmayın.